أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونصلي ونسلم على خاتم أنبيائه وأفضل رسله سيدنا ونبينا محمد المصطفى اللهم صل على محمد وآل محمد وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر صدق الله العلي العظيم. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Aziz ve değerli müminler, bildiğiniz gibi bugün ilin en mübarek gecesi olan Qədir gecələrindən birinə toplaşmışıq. Bu gecə elə bir əzəmətli gecədir ki, Qur'an-ı Kərim bu gecəni ən fəzilətli, ən üstün, ən əzəmətli bir gecə kimi xarakterizə edib, təsvir edib. İstər Qur'an-ı Kərimdə, İstərsə də məsumların mübarək kəlamlarında biz görürük ki, bu gecə sözün əsl mənasında insan idrakının fövqündə dayanan bir əzəmətə, bir fəzilətə sahibdir. Əgər belə olmasaydı, Qur'an-ı Kərimdə uca Rəbbimiz hətta meyraca getmiş cənnəti, cəhənnəmi bir sözlə digər varlıqların görmədiyi özünün qüdrət nişanələrini məhz Peyğəmbər əleyhissalama göstərmiş, onun bəsirətini açmış, lakin buna baxmayaraq o Peyğəmbərə sən nə dərk edərsən ki, Qədir gecəsi nədir? Qədir gecəsi hansı əzəmətə sahibdir? Əgər diqqət etsəniz, uca Rəbbimiz bu ayədə وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ deyə buyurmaqdadır. Biz günorta etdiyimiz moizədə də buna işarə etdik ki, ayədə idrak sözündən istifadə edilib, bilgi sözündən deyil. Çünki bilgi bir şeyi bilmək mənasını ifadə edir. Lakin bilgi ilə idrak bir-birindən tamamilə fərqli məna çalarlarına malikdir. Məsələn, biz hər hansı bir hadisəni eşidər, iman gətirər, onun haqqında müəyyən bir bilgiyə sahib ola bilərik. Lakin bizim bilgimiz o demək deyildir ki, biz o şeyin mahiyyətinə tamamilə bələdik və onu idrak yolu ilə dərk edirik. Deməli, buradan məlum olur ki, Qədir gecəsinin əzəməti o qədər böyükdür ki, Qədir gecəsinin fəzilətləri o qədər alidir ki, hətta öz əziz Peyğəmbəri, sonuncu Peyğəmbərinə belə deyir ki, sən o gecənin əzəmətini, sən o gecənin mahiyyətini haradan dərk edə bilərsən. Çünki insan idraki baxmayaraq ki, Peyğəmbərdir, Peyğəmbərlərin ən üstünüdür, ona belə o gecənin əzəmətinin idrakına
onun belə idrakının yol tapmadığını bildirməkdədir. Buradan məlum olur ki, Qədr gecəsinin əzəməti hansı bir dəyərə, hansı bir yerə sahibdir. Bilirsiniz ki, Qədr gecəsi ümumiyyətlə Qədr sözü özündə bir neçə mənanı ifadə edir. Əgər sual olunsa ki, nə üçün uca Rəbbimiz bu gecəyə Qədr adını verib? Bunu bilməyimiz üçün biz gərək öncə Qədr sözünün məna çalarlarına diqqət edək. Alimlərin nəzərinə görə bu gecəyə Qədr gecəsinin deyilməsinin bir neçə mühüm səbəbi var. O səbəblərin hamısı gizlənib Qədr sözünün içərisində. Ona görə də biz əvvəlcə Qədr sözünün məna çalarlarına diqqət edək. Qədr sözünün mənalarından biri əzəmət və mənzilət mənalarındadır. Əzəmət hər hansı bir varlığın, hər hansı bir şeyin çox böyük bir dəyərə, mənzilət isə çox böyük bir məqama sahib olduğunu bildirməkdədir. Deməli, Qədr gecəsi uca Rəbbimizin nəzərində çox əzəmətli və ilin digər gecələrindən daha böyük məqama sahib olduğuna görə bu adı almış ola bilər. Təfsir əhlinin rəyinə görə Qədr sözünün mənalarından biri də təqdirdir və tədbirdir. Ölçü mənasını bildirir. Çünki uca Rəbbimiz hər bir işin ölçüsünü, təqdirini və tədbirini məhz bu gecədə qılmaqdadır. Güman edilir ki, Qədr gecəsinə ona görə bu ad verilib ki, məhz bu gecədə bizim taleyimizə aid olan məsələlər yazılır. Qədr gecəsinin məna çalarlarından biri də sıxlıq mənasını bildirir. Təfsir əhlinə görə, ona görə bu adı daşıyır ki, Qədr gecəsində ərşin mələkləri yer üzünə enər, yer üzündə sanki onlar üçün darısqallıq yaranar. Ona görə Qədr gecəsi bu mənanı ifadə etmiş ola bilər. Bütün bu mənaların hamısı onu göstərir ki, əziz möminlər, Qədr gecəsi elə bəlkə də bütün bu ayaqdan bəri dediyimiz bu mənaların hamısını özündə ifadə edib, həmi əzəmətli, həmi dərk edilməz bir məqam, həmi mələklərin çox nazil olduğuna görə sıxlıq, həm də qədərimizin bu gecədə yazıldığına görə bu mənanı ifadə edə bilər. Qədr surəsinin nazil olma səbəbinə baxdıqda biz görürük ki, bu surənin nazil olması ona şə'n-i nüzul və ya səbəb-i nüzul deyirlər. Nazil olmasının səbəbi bir daha göstərir ki, həqiqətən Qədr gecəsi necə əzəmətli bir gecədir. Təfsir mənbələrinin verdiyi məlumata görə bir gün Peyğəmbər salavatullah xütbə söyləyirdi. Qədim ümmətlərdən bir nəfər şəxsin 1000 ay uca Allahın yolunda cihad etdiyi haqqında məlumat verdi. Elə bu zaman səhabələrdən bir nəfər qalxdı və belə dedi: ey Allahın Rəsulu, bəlkə heç bizim 1000 ay ömrümüz olmayacaq. Deməli, biz belə savablardan məhrum qalacağıq-mı? Elə bu zaman Həzrət Cəbrail əleyhissalam nazil oldu, Qədr surəsini gətirdi və Qədr surəsini gətirərkən
burada bir gecənin həmən o şəxsin ömrünə bərabər olduğunu bir daha bəyan etdi. Qədir gecəsi, Leylətul Qədr, 1000 aydan üstün bir gecə kimi Qədr surəsində ümmətə çatdırıldı. 1000 ayın təqribən 83 il 4 ay edir. Yəni, bu surənin mahiyyətinə, mənasına görə əgər bir şəxs Qədr gecəsini ehya saxlasa, hər hansı bir ibadətlə məşğul olsa, onun həmən gecəsi, həmən gecədə etdiyi ibadətin zaman miqdarı bir qocaman kişinin, insanın ömrünə bərabər edər. Yəni, məsələn, Qədr gecəsini ehya edirsən, ibadət içərisində keçirirsən, sanki 1000 ay ibadət etmisən. Ayə bunu bizə çatdırmaq istəyir. Qədr gecəsi müsəlmanlara verilmiş, Peyğəmbər ümmətinə verilmiş yeganə bir gecədir ki, bu gecənin digər günlərə, digər gecələrə nisbəti 83 il 4 aya yaxın bir nisbətdir. Artıq bu rəvayət bir daha Qədr gecəsinin hansı bir dəyərə sahib olduğunu bizə göstərməkdədir. Qədr gecəsi dedik ki, elə bir gecədir ki, Quran və hədis bu gecənin əhəmiyyətini xüsusi olaraq vurğulamaqdadır. Bu gecə özündə bir neçə xüsusiyyətə görə əzəmətli hesab edilir. Zahiri, fiziki, yəni astronomik qayda qanunlar baxımından məsələyə yanaşsaq, heç də zaman baxımından digər gecələrdən fərqlənmir. Lakin əhəmiyyəti o qədər alidir ki, 1000 aydan üstün hesab edilir. Bəs nə üçün bu dərəcədə bu gecə əhəmiyyətlidir? Biz hədis mənbələrindən bunu əldə edirik ki, bu gecə ona görə bu dərəcədə əhəmiyyətlidir ki, bu gecədə günahlar bağışlanar. Nə qədər böyük günahlar sahibi olsam belə, əgər səmimi qəlbdən bu gecə uca Allaha yalvararsansa, hədisdə buyrulur ki, Allah o günahların üstündən qələm çəkər, bağışlanma qələmini çəkər. İkincisi, bu gecə təfsir mənbələrində təcdidü tövbə, yəni tövbənin yeniləndiyi gecə kimi təsvir olunur. İnsan il ərzində etdiyi günahlardan məhz bu gecə tövbə edərsə, əmin olsun ki, onun tövbəsi %100 bağışlanıbdır. Çünki bunu bizə xəbər verən məsumdur. Üçüncü xüsusiyyəti bu gecənin bəndənin Allaha yaxınlaşdığı ən mühüm gecədir. Elə bir zaman yoxdur ki, bəndə bu gecə Allaha yaxın olduğu qədər həmin zamanlarda Allaha yaxın olmuş ola. Deməli, bu onu göstərir ki, əziz möminlər, həqiqətən də bu gecə çox dəyərli bir gecədir. Məsum Əhl-i Beytin rəvayətlərinə istinad etsək, görərik ki, bu gecənin əzəməti nə dərəcədə üstündür. İmam Məhəmməd Baqirul Ulum əleyhissalam mübarək kəlamlarının birində buyurur: Mən əhya leylətəl qadriğufirət ləhu zunubəh. Hər kəs bu gecəni ehya etsə, onun günahları bağışlanar. وَلَوْ كَانَتْ عَدَدَ نُجُومِ السَّمَا. Hətta onun günahları səmanın ulduzları qədər olsa belə, yəni nə qədər böyük, nə qədər çoxlu günahlar sahibi olsa belə, o bəndə bu gecəni oyaq qala, diri saxlaya, ibadət və itaətlə məşğul ola,
Allah o günahların hamısını onun əməl dəftərindən siləcəkdir. Lakin burada incə bir məqama da diqqət yetirmək lazımdır. Biz hədislərə baxdıqda ehya sözündən məsumun istifadə etdiyini görürük. Oyaq qalma sözü deyil. İqaz, əyqəzədir oyaq qalmaq. Ehya, həyat sözünün köküdür. Həyat, yaşayış. Ehya, bir var, sadə şəkildə oyaq qalasan, heç bir işlə məşğul olmayasan, o oyaqlıqla məqsədə çata bilməzsən. Məsələ yalnız oyaq qalmaq deyil, Qədr gecəsinin əhəmiyyəti ondadır ki, sən ehya edəsən, yəni həyat qazanasan. Nə ilə? Allaha göstərdiyin ibadət və itaətlə. Əgər bir şəxs ehya gecəsi, Qədr gecəsi sadəcə oyaq qala və yaxud da xoşa gəlməz işlərlə məşğul ola, onun ehyasına bir şey verməzlər. Digər bir hədisdə İmam Cəfər-i Sadiq əleyhissalam buyurur, hər kəs Qədr gecəsini ehya saxlasa, keçən ildən bu ilə qədər etdiyi bütün günahlar, bütün şər işlər onun əməl dəftərindən silinəcəkdir. Bu hədis də bir daha göstərir ki, həqiqətən də Qədr gecəsi yalnız sadəcə oyaq qalmaq deyil, şuurlu şəkildə, düşüncəli şəkildə oyaq qalıb, əməli işlərlə məşğul olmaqdır. Biz məsum əhl-i beytin, Peyğəmbərimiz başda olmaqla Qədr gecəsini necə saxlayıblar? Sualını onların həyat tərzinə versək, məlum olacaqdır ki, Qədr gecəsini onlar da sadəcə oyaq qalmaqla deyil, ibadət və itaətlə məşğul olublar. İmam Cəfər-i Sadiq əleyhissalamdan belə nəql edilir ki, İza dəxələtəl əşrul əvaxiru min şəhri Ramazan şəddə mizərəxu və əhya leyləxu və əyqəzə əhləh. Elə ki, Ramazan ayının son 10 günü daxil oldu, Peyğəmbər əleyhissalam özünü tamamı ilə ibadətə həsr edər, əhya leyləhu, o gecəni, onun gecələrini, yəni Ramazanın son 10 gününün bütün gecələrini ehya edər və əhlini, ailə uşağını da yuxudan oyadardı. Deməli, bu hədis onu göstərir ki, Peyğəmbər əleyhissalam Qədr gecəsini hansı formada keçiribdir. Peyğəmbərin də bütün davranışı, bütün sözləri bizim üçün hüccətdir. İmam Baqir əleyhissalam isə İmam Əli əleyhissalamın necə ehya etdiyini bizə belə xəbər verməkdədir. Kənə əmirul mü'mininə lə yənəmu fi ləyalil qadr. Əmirəl müminin əleyhissalam Qədr gecələrində heç vaxt yatmazdı. Və kənə yukthiru fihə minəs-səlati və duai vəl-istiğfar. Diqqət elədinizsə, İmam Əli əleyhissalam Qədr gecəsində 3 əmələ xüsusi olaraq diqqət göstərib, 3 əməli bütün Qədr gecələrində icra edibdir. İmam buyurur ki, salat, yəni namaz qılardı, dua edərdi və istiğfar, Allahdan bağışlanma diləyərdi. Deməli, Əmirəl müminin əleyhissalamın əməli onu göstərir ki, biz Qədr gecəmizi necə keçirməliyik? Ya namaz qılmalı, ya dua etməli, ya istiğfarla məşğul olmalıyıq. Bütün bunların hamısı onu göstərir ki, Qədr gecəsini boş-boşuna oyaq qalmaqla keçirmək olmaz, doğru deyildir.
İmam Sadiq əleyhissalam digər bir mübarək kəlamında buyurur ki, İzə kənət leylətu 23 kənə əbi yuqizu əhlə. Elə ki, 23-cü gecə oldu, atam, yəni İmam Baqir əleyhissalam, ailənin hamısını yuxudan oyadardı. Və yaruşşu alə vucuhin naiminəl məə. Yatanların, yəni ailə içərisində yuxuya dalmışların üzünə sərin su vurardı. Hətta la yəğfulu ən həzihil leylətil mübarəkə. Yuxudan oyadardı ki, bu mübarək gecədən qafil olmasınlar. Məsumun bu sözü, bu hərəkəti onu göstərir ki, hətta bir istiğfar olsa belə Qədr gecəsində oyaq qalaq və bir istiğfar olsa belə onu dilimizə gətirək. Ola bilər ki, bir insan xəstədir, müxtəlif dərmanlardan istifadə edir, səhərə kimi qalması ona müşküldür və s. Hansı formada, hansı zaman daxilində keçirməsi mümkündürsə, möminlərə tövsiyə edilir ki, o zaman daxilində mütləq və mütləq əhya saxlasınlar, bu gecənin bərəkətindən qafil olmasınlar. Bəs bu gecənin özünə məxsus hansı əməlləri vardır? Bildiyiniz kimi bu gecənin qeyd etdik ki, özünə məxsus xüsusi əməlləri vardır. O əməllər içərisində namaz qılmaq, Qur'an-ı Kərimi tilavət etmək, dua və istiğfar diləmək və o cümlədən də hər hansı bir ibadətlə məşğul olmaq mümkündürsə, o ibadətlə də məşğul olmaq lazımdır. Bu gecənin ən üstün ibadətlərindən biri, əziz möminlər, namaz qılmaqdır. Doğrudur, ümumiyyətlə gecə namazı öz yerində, lakin Qədr gecəsi haqqında bizim əlimizdə hədislər var. Məsumlarımız o hədislər vasitəsi ilə bizə bu gecə o namazı qılmağı çox tövsiyə edibdir. Hədisi Şeyx Tusi nəql edir, deyir ki, İmam Cəfər Sadiq əleyhissalamdan belə hədis nəql olunur, Mən sallə fi leylətil qədri rük'ateyni. Hər kəs Qədr gecəsində 2 rəkət namaz qılsa, yəqra'u fi kulli rək'atin Fatihətəl kitab mərrətən və qul huvallahu əhəd 7 mərratin. Hər rəkətdə bir dəfə Fatihə surəsini oxusa və ardınca da 7 dəfə İxlas, yəni qul huvallahu əhəd surəsini oxusa, fəizə fərəqə stəğfərəllahə 70 mərrətən. Namazı bitirən kimi də 70 dəfə əstəğfirullah Rabbi və ətubu ileyh deyə Qəfərəllahu ləhu və livalideyh. Allah həmin şəxsin özünü də bağışlayar, həmin şəxsin valideynlərini də bağışlayıb onları əfv edər. Digər bir hədisi Əllamə Məclisi Biharul Ənvar əsərində nəql edir. Bu gecənin əzəmətini bildirmək üçün İmamdan belə bir hədis nəql edir. Mən əhya leylətəl qadrğufirət ləhu zunubəhu və ləv kənət biədədi nucumis səma. Səmaların ulduzlarının sayı qədər olsa belə, əgər bir şəxs bu gecəni oyaq qala, ibadət və itaətlə məşğul ola, Uca Rəhman onun bütün günahlarını əməl dəftərindən silib aradan aparar. Və həmçinin əziz möminlər, bilirsiniz ki, bu gecə, nəinki bu gecə, ümumiyyətlə Qədr gecələrinin müttəqilərin imamı Əli əleyhissalamla xüsusi bağlılığı vardır. Bu gecə Qur'anın nazil olduğu gecədir.
Qur'anın nazil olduğu gecədə biz görürük ki, həm də İmam Əli əleyhissalamın zərbətləndiyi və növbəti qədirdə isə şəhadət şərbətini içdiyi bir gecədir. Qur'anla Əlinin, Qur'anla Əhl-i Beytin bir-birinə olan nisbəti başın bədənə olan nisbəti kimidir. Qur'ansız Əhl-i Beyti, Əhl-i Beytsiz Qur'anı təsəvvür eləmək mümkünsüzdür. Necə ki bir adamı başsız, necə ki bir başı bədənsiz hesab etmək mümkün deyildir. Əli əleyhissalamla Qur'anın bir-birinə olan nisbəti elə məhz o həzrətin özünün mübarək dilindən eşidək. Əvvələ bunu xüsusi olaraq qeyd edirik ki, Əli əleyhissalamın bir ləqəbi Natiq-i Qur'andır, danışan Qur'andır. Qur'anın elminə, Qur'anın batini hikmətlərinə, mənalarına Əli əleyhissalam qədər bələd olan ikinci bir şəxs yoxdur. Həzrət özü mübarək kəlamlarının birində buyurur ki, لَوْ شِئْتُ لَأَوْقَرْتُ بَعِيرًا مِنْ تَفْسِيرِ بِسْمِ اللّٰهِ الرَّحْمَنِ الرَّحِيمِ Əgər istəsəm, bir dəvənin daşıya biləcəyi qədər Bismillaha təfsir verərəm. Təkcə Bismillahın, bəsmələnin təfsirinə işarə edərək buyurur bu kəlamı. Başqa bir hədis, əmisi oğlu Abdullah ibn Abbasdandır. Belə nəql edir, Əxəzə biyədil İmam Ali leylətən müqmirə. Aylı bir gecədə İmam Əli mənim əlimdən tutdu. Fəxərəcə bi iləl bəqi'i bə'dəl işa. İşa namazından, axşam namazından sonra məni Bəqi qəbirstanlığına apardı. Və qalə iqra ya Abdallah və mənə belə buyurdu, oxu. Fəqərətu Bismillahirrahmanirrahim. Mən bəsmələni oxudum. Bismillahirrahmanirrahim dedim. Fətəkəlləmə li fi əsraril bə'i ilə buzuğil fəcr. Mən ki bəsmələni çəkdim, oxudum, dedim, Həzrət sübhə qədər bəsmələdəki bə hərfinin sirlərindən danışdı. Bir gecənin içərisində. Nə üçün İmam Əli gecə vaxtı və Bəqi qəbirstanlığını seçdi? Qəbirstanlığı seçdi. Əlbəttə ki, məsumun hər bir hərəkətində hikmət var. Biz ya onu dərk edə, bəzən isə dərk etməyə bilərik. Əli əleyhissalam qəbirstanlığı ona görə seçdi ki, Qur'ana, bəsmələyə verdiyi mənalar ölü insanların qəlblərini dirildər. Simvolik xarakter, simvolik məna daşıyırdı. İbn Abbasın əlindən tutub qəbirstanlığa aparması. Yəni, mən istəsəm Qur'anın mənaları ilə ölü qəlbləri, cahil beyinləri dirçəldərəm. Bəs nə üçün gecəni seçdi? Ona görə ki, Qur'anın ayələri azmış insanlara bir nurdur. İnsan adətən nə vaxtı azır? Gözünün görmədiyi zamanda, gecənin zülmət qaranlığında. İmam Əli əleyhissalam bu hərəkəti ilə bizə bildirmək istədi ki, mənim sözlərim ölü qəlbləri dirildər, mənim sözlərim hidayət verici bir sözdür. Özünün məqamını, Qur'ana olan nisbətini bildirmək üçün belə buyurur. Zə'ləm innə cəmiə əsrarillahi təalə fil kutubus səmaviyyə. Deyir ki, bunu bil, İbn Abbas'a deyir. Allahın bütün sirləri səmavi kitablarda gizlənibdir, səmavi kitablara toplanıbdır. Və cəmi'i ma fil kutubus səmaviyyəti fil Qur'an.
bütün səmavi kitablar, onlarda olan mənalar, hikmətlərin hamısı toplanıbdır Qur'an-ı Kərimdə. Və cəmi'i fil Qur'an fil Fatihə. Qur'anda toplanan bütün mənalar, bütün hikmətlərin hamısı toplanıbdır Fatihə surəsində. Və cəmi'i mə fil Fatihəti fil Bəsmələ. Fatihə surəsində toplanmış bütün mənalar, bütün hikmətlər, bütün sirlər toplanıbdır Bəsmələdə. Yəni Bismillahirrahmanirrahim ayəsində. Və cəmi'i mə fil Bəsmələti fi ba'il Bəsmələ. Bəsmələdə olan bütün sirlərin hamısı toplanıb o Bismillahın B hərfində, yəni birinci hərfdə. Və cəmi'i mə fi ba'il Bəsmələ fin nüqtə əlləti hiyə təhtəl ba. Bəsmələdə toplanmış bütün sirlərin hamısı toplanıbdır o B hərfinin altındakı nöqtədə. Ey İbn Abbas, həmən nöqtədə mənəm. Bu onu göstərir ki, İmam Əli Qur'anın bütün sirlərinə vaqif olan, Qur'anın bütün məna çalarlarına bələd olan bir şəxsiyyətdir. Uca Allahı and verək öz izzəti cəlalına xatir, bizim bütün günahlarımızı məhz bu gecədə bağışlasın. Uca Allahı and verək öz qüdrətinə, öz izzəti cəlalına bizim qəlblərimizi Qur'ana bağlasın. Uca Allahı and verək öz izzəti cəlalına bizi onun haqq yolunda yeriməyə sabit qədəm etsin. Uca Allahı and verək bu mübarək gecəyə bizə öz rəhmət qapılarını açsın. Bizi, bizim valideynlərimizi, bizim bütün istəyənlərimizi bağışlasın. Uca Allahı and verək öz izzəti cəlalına xatir, Allah İslamı dünyada bərqərar etsin. Uca Allahı and verək öz izzəti cəlalına xatir, İslamın, müsəlmanların düşmənlərini hər yerdə məhv nabud etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.